Həyat günün bir gözlənilməyən anında qəfildən yaşamaqdan doymadan insan dünyadan köçdü. Onun ömrü dayansa da zaman dayanmadı. Sabahsı yenə səhər açıldı, günəş çıxdı, külək əsdi, yağış yağdı. Buludlar tənbəl-tənbəl havada süzdülər. Yenə axşam düşdü, günlər keçdi, həftələrə döndü, 40 gün ötdü. Ard-ardınca bayramlar, aylar gəldi. Sonra fəsillər bir-birini əvəz etdi. Yay, payız, qış, yaz, ölənin ili çıxdı. İlin dalınca illər keçdi. O insansa bir daha nə özünü görən, nə də səsini eşidən olmadı. Sanki heç dünyaya gəlməymiş, yuxu imiş, xəyal imiş, elə belə xatirə, nağıl imiş. Ondan qalan yaxşı ya da pis əməl, apardığı rəhmət ya da söyüş idi. İllər keçdikcə onu xatırlayanların, tanıyanların sayı da get-gedə azaldı. 100 il çoxdur, 70 il sonra nəinki özünü, onun qəbrini belə kimsə tanımayacaqdı. Kimdir o insan? O mənəm, o sənsən, o Adəm övladıdır. Bu onun əbədi qismətidir. İstəsə də, istəməsə də bu həyatdır. Su kimi, kükrəyən çay kimi dayanmadan axan zaman, davam edən həyat. Və bir həqiqətdir ki, insan həyatın mütləq mənasını, həm də mənasızlığını şirin xoşbəxt günlərində yox, əziz itki acısını tadanda tam dərk edir. Şərtsiz, izahsız. Bəli, belədir həyat. Razı qalsaq da, qalmasaq da.